İran, Amerika Birləşmiş Ştatları və İsrailin hərbi əməliyyatlara başlamasından bu yana bugün ən ağır gününü yaşayır. Paytaxt Tehran da daxil olmaqla bir sıra şəhərlər ağır bombardmanlar altındadır. Ən son məlumata görə Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumları nəticəsində həlak olanların sayı 1332 nəfərə çatıb. Birləşmiş Ştatlar İranla müharibə üçün bölgəyə əlavə qüvvələr də cəlb edir. Artıq Konqres də əməliyyatlara yaşıl işıq yandırıb. ABŞ Konqresinin Nümayəndələr Palatası administrasiyanın qanunverici orqanın icazəsi olmadan İrana qarşı silahlı qüvvələrdən istifadə etməsini qadağan edən qətnaməni qəbul etməyib. Səsvermənin nəticələrinə görə sənədin lehinə 212 konqresmen, əleyhinə isə 219 nəfər səs verib. Bundan əvvəl oxşar qətnamə Senatda da qəbul edilməmişdi. ABŞ prezidenti Donald Trump isə əmin edir ki, İranın müqavimət göstərməyə gücü qalmayıb. O, artıq İslam Respublikasının növbəti lideri barədə düşünür. Ağ Ev rəhbəri hesab edir ki, Əli Xamneyinin oğlu Müştəbə Xamneyi bu post üçün zəif figurdur. Xamneyinin oğlu səriştəsizdir. O, mənim üçün qəbul edilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik, deyə Trump vurğulayıb. ABŞ silahlı qüvvələrinin İrana qarşı hərbi əməliyyatı yeni mərhələyə keçir və bu mərhələdə əsas məqsəd ölkənin ballistik raket istehsalı imkanlarını məhv etməkdir. Bu barədə açıqlamanı isə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper verib. İrandakı komanda məntəqələrinə zərbələrdə B-2 bombardmançı təyyarələrdən istifadə olunduğunu deyən admiral, İslam Respublikasının gələcəkdə hərbi gücünü bərpa etmək imkanlarının da məhv edilmək üzrə olduğunu qeyd edib. Yeri gəlmişkən, İran, ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından bu yana ən ağır gününü yaşayır. Paytaxt yaxınlığındakı Kerəz şəhəri, Çabahardakı İmam Əli hərbi bazası, İsfahan, Qum, Xameyn, Kirmanşah, Şiraz, Laristan, Pərənd və digər şəhərlərdə hökumət binaları, Sepahın kəşfiyyat mərkəzi, silah anbarları və hərbi qərargahlarına intensiv zərbələr endirilib. Ən ağır vəziyyət paytaxt Tehranda yaşanır. Günorta saatlarında İsrail Müdafiə Qüvvələri İranın öldürülmüş ali rəhbəri Əli Xamneyi üçün inşa olunmuş yeraltı bunkeri məhv edib. Qeyd edilib ki, hökumət kompleksinin altında qurulan bunker İsrailə məxsus təxminən 50 döyüş təyyarəsi tərəfindən tam məhv edilənə qədər fasiləsiz olaraq bombardman edilib. Bundan başqa, paytaxtdakı məşhur Azadi meydanının ətrafı, hökumət binaları və şübhəli ərazilər bombardmana məruz qalıb. Zərbələr zamanı ətrafdakı binalara da ciddi ziyan dəyib. İnfrastruktur sıradan çıxarılıb. İran Qızıl Apara Təşkilatının məlumatına görə ABŞ və İsrailin birgə hücumları zamanı ölənlərin sayı 1300-dən çoxdur. Yaralıların sayı minlərlədir. İran ordusu isə gecə saatlarında İsrailə Həqiqi və 4 adlı əməliyyatın növbəti dalğasına başlayıb. Sepahın məlumatına görə Təl-Əviv və Hayfadakı obyektlər, Ben Gurion hava limanı yeni nəsil silahlarla zərbələrə məruz qalıb. Rəsmi məlumata görə hücumlar zamanı ümumilikdə 12 nəfər həlak olub. İranın hərbi hava qüvvələri ABŞ bazalarının olduğu Körfəz ölkələrinə də hücumu davam etdirib. İslam Respublikası ABŞ-nin Bəhreyndə yerləşən strateji Əl-Cüfayr dəniz bazasına zərbələr endirib. Bəhreynlə yanaşı Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə yerləşən ümumilikdə 20 ABŞ hərbi hədəfinin vurulduğu bildirilir. İran silahlı Kürd qruplarına da xəbərdarlıq edib. Müdafiə Şurasının açıqlamasında deyilir ki, Kürd qrupları İran sərhədlərini keçərsə, İraqın şimalına zərbə endirilə bilər. İran prezidenti Məsud Pezeşkiyan isə bir neçə ölkənin müharibəni dayandırmaq üçün vasitəçilik səylərinə başladığını bəyan edib. Biz regionda davamlı sülhə sadiqik, amma ölkəmizin ləyaqət və suverenliyini müdafiə etməkdən çəkinməyəcəyik. Vasitəçilik İran xalqını qiymətləndirməyən və bu münaqişəni alovlandıranlara qarşı yönəldilməlidir, deyə İranın dövlət başçısı vurğulayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər.